Siz bugün fikir verirsiniz dünyada nə baş verir ümumiyyətlə. Xahiş edirəm ki, bəsirətli olun, diqqətli olun, gənclərə deyirəm. Baxın, görün dünyada nə baş verir. Oxuyun, mütaliə eləyin, xəbərləri izləyin, təhlil edin. Başınızı qaldırın, baxın ki, dünyada nə proseslər gedir, nə baş verir. Əgər təhlil etsəz, görməmiş olmazsınız. Görərsiniz ki, bugünkü gündə dinlə mübarizə adına nəsə varsa, Allah vəlisini hədəf alıb. Dinlə mübarizə yəni bu. Qulaq asırsınız, nə deyirəm? Dinlə mübarizə bugün aparırlar. Nə ilə mübarizə aparırlar? Namazı ilə yox. Orucu ilə yox. Dinlə mübarizə aparırlar böyük dövlətlər. Planlar qururlar dünyada dinə qarşı, din əleyhinə. Siz diqqətlə baxın, görün, nəyi hədəf alırlar? Dinlə mübarizə yəni nə? Dinlə mübarizə yəni Allahın övliyalarını hədəf alıblar. Onlarsız din istəyirlər. Onlarsız din. Onlardan dini ayırıb cəmaata o dini vermək istəyirlər ki, gedin başınızı qatın o dinlə. Bunlar belə çatdırır, özləri də cərəyanlar yaradıblar, təkvirsi cərəyanlar. Adlarını da bilirsiniz, onlar yaradıblar. Onlar dəstək verirlər. Əvvəldən onlardır müəllifi bu layihənin. Yaradıblar. Nə deyirlər? Peyğəmbər gəldi, dini çatdırdı və salam çıxdı, getdi. Qutardı Peyğəmbər, bitdi. İndi onun qəbrini də dağıtmaq lazımdır. Onun şəxsiyyətinə bir ehtiramın, hörmət eləməməyin bir mənası yoxdur. Onlar qüdrət tapan kimi nədən başladılar? Bəqidə imamların qəbrini dağıtmaqdan başladılar. Biz həcc ziyarətində olanda mənə üzbəüz dedi orada olan xidmətçilərdən biri. Dedi ki, gücümüz çatsa, inşallah müsəlmanlar yetişkinləşsə, kamilləşsə, biz, bax mənə dediyi sözdür, Peyğəmbərin də qəbrini inşallah dağıdacaq. Bunu dedi. Bunu münzüratlarla eləyir, şirk adı ilə, nəmnə adı ilə, amma başa düşün ki, niyə bu qədər buna təkid edirlər və niyə bunu deyənlərə dəstək verirlər, o böyüklər? Niyə bunu deyənlərə dəstək verirlər? Çünki din budur. Bunu dindən ayırsan, heç nə, ruhsuz bədəndir, ver cəmatı oyuncaq kimi başlı qatsınlar. O dindən heç bir xeyir yoxdur heç kəsə. Heç bir faydası yoxdur o dinin. Amma biz, bir dənə biz, ki biz deyirik ki, din yəni Allahın vəlisinə münasibət. Onun vasitəsilə Allaha bağlanmaq. Din yəni bu. Biz o silsiləni tanıyırıq, Peyğəmbər idi, o silsilənin başçısı, davamlı 12 dənə imam indiyəcən davam eləyir, sonuncusuna qədər. Sonuncusu sağdır və bu gün də onun başına toplaşmaq lazımdır, ona yardım edilməlidir. Bunu deyən təkcə bizik. Ona görə böyük qüdrətlərin hamısı gücünü səfərbər eləyib bizə qarşı. Çünki bu sözü deyən bizik. Biz o ipi itirməmişik. Bu məclis onun bir təzahürü. Biz əl çəkmirik, deyirik ki, yox, din bunsuz din deyil, budur, dinin mehvəri budur. Allah Quranında buyurur ki, mən dini göndərmişəm, görüm kim buna kömək eləyəcək, kim eləməyəcək. Bunu mən dindən necə atın çıxardım? Din gətirdi, dedi, Allah rəhmət eləsin, bitdi onun işi. Bu necə dindir? Bugün düşmənin əsas hədəfi dinin bu hissəsidir. Allah din göndərib, görüm övliyaya kim kömək eləyəcək, övliyanı hədəf alır. Övliyanı dindən çıxardır, get nə qədər namaz qılırsan, qıl belin bükülənə qədər. Get dolan fırfıra kimi Kəbənin başına. Bütün günü fırran orada. Nə faydası? Nə mənası? 1400 il Peyğəmbər başını qoyandan, hətta sağlığından planı çəkilib və icra olunmaqdadır. Nədir dava? Dava budur ki, Peyğəmbərin və onun vəsilərinin rolunu, missiyasını dindən çıxardıb kənara qoymaq. Bir dənə biz bunun qarşısında dayanmışıq. Bir dənə biz. Biz bunun qarşısında dayanmışıq. 1000 ildir dayanmışıq. 1400 ildir dayanmışıq. Əvvəldən elə biz dayanmışıq. Bizdən başqa heç kəs yoxdur meydanda. Məhərrəm əzadarlığı onun qarşısında dayanmaqdır. İmkan vermərik. Ki İmam Hüseyin unudulsun. Allahın höccəti öldürülsün, sonra yaddan çıxsın. Əyyam-ı Fatimiyyə onun təzahürüdür. Biz sinəmizi sipər eləmişik ki, biz buna imkan vermərik. Bir dənə bizim məktəb. Yoxsa bu planı əvvəldən çəkmişdilər. Sözümə dəlil gətirin. Peyğəmbər vəfat eləmişdi, təzə dünyasını dəyişmişdi. Biri oturub bir şey yazırdı. O biri də gəldi, heç birinin adını çəkmək olmur. Çəkməsək də yaxşıdır. Nəzərə almaq lazımdır, vacibdir.
Qamçı əlində gəldi, dedi, nə yazırsan? Dedi ki, hədis yazıram Peyğəmbərdən. Qalə Rasulullah. Qamçını vurdu ona, dedi, bir də görsən, pis cəzalandıracam səni. Qalə Rasulullah qadağandır. Rasulullah bitdi, qutardı. Həsbuna kitab-əllah. Allahın kitabı bizə bəsdir. Allahın kitabı bizə bəs eləyir. Siz təsəvvür edirsiniz, Peyğəmbər vəfat eləyəndən sonra ondan hədis demək cinayət idi, cəza verirdilər. Ondan hədis nəql eləmək. Dərhal qadağan olundu. Peyğəmbəri götürdündən, əlini götürdündən, onların məntiqi buydu. Sonra hökümranlıq elə, rahat. Əlin qolun açılsın. Namazın qılır, qoy qılsın. Günə 1000 rükət qılsın. Nə qədər qılır qılsın. Əsas dava əvvəldən Peyğəmbər və övliyalarladır. Fikir verirsiniz sən Allah. Kitab nazil olandan, Quran nazil olandan, Qurana iman gətirmək asan idi. Problem Peyğəmbərə itayətdə idi. Hamısı dedi, kitab bizə bəsdir, kitab bizə bəsdir. Şeytanın nə gözəl hiləsi idi bu. Gözəl dırnaq arası deyirəm. Özü üçün yaxşı. Hamısı bunsuz dinə razıydılar olar. İmamətsiz dinə. Siz fikir verirsiniz, dinin heç bir hissəsi ilə onlar mübarizə aparmırdılar. Peyğəmbərlə mübarizə apardılar. Sonra Əli ilə, sonra Həsənlə, sonra Hüseynlə əleyhissalam mübarizə aparırdılar. Ancaq bunlarla. Namazla işi var idi, yox. Quranla işi vardı, yox. Ver Quran oxusun cəmaat bütün günü. Çünki imam olsa dini icra eləyəcək. Dini icra eləyəndə bu oyunu çıxarda bilməyəcək. Din icra olacaq, praktiki olaraq icraya keçəcək. Din tam icra olunmasın. Cəmaat geçsin, ibadətini eləsin, bunlar da hökümranlıq eləsin. Onların planı oydu. İndi bir dənə ayə deyim Qurandan. Dünən bir yerdə oturmuşduq, bu ayəni mən Quranı tapdım, Qurandan oxudum, orada bir söz düşmüşdü. Heç məqsədim də yox idi bu gün o ayəni deyəm. Elə bəhs gətirdi, düşündüm ki, bu ayənin burada oxunmasının yeri var, lazımdır. Bu ayəyə diqqətlə qulaq asın, xahiş edirəm. Allahın kəlamıdır. Buyurur ki, وَإِذَا قِيلَ لَهُمْ تَعَالَوْا إِلَى مَا أَنْزَلَ اللّٰهِ Deyir, elə ki onlara deyildi, gəlin Allahın nazil etdiyi Qurana tərəf. Onlara deyildi ki, gəlin Allahın nazil etdiyinə tərəf, Qurana tərəf və ilər rəsul və Peyğəmbərə tərəf. İki şeyə dəvət edir. Deyir, elə ki dedin, gəlin Qurana tərəf və gəlin Peyğəmbərə tərəf. Buna bax, qulaq asın, bax, budur sözüm. Rəeytəl münafiqin yəsuddunə ankə sududa. Belə halda görəcəksən ki, münafiqlər sənə gələn yolu bağlayırlar. Peyğəmbərə deyir, sənə tərəf gələn yolu bağlayırlar. Quran ayəsidir. Allahın nazil etdiyinə tərəf yox, sənə tərəf gələn yolu bağlayırlar. Çünki sən olmasan, o Allahın nazil etdiyi də nə başa düşüləcək, nə ondan bir məna qalacaq, nə bir təfsir qalacaq, nə heç nə. Heç nə qalmayacaq. Onlar işini yaxşı bilir. Onlar zirəydir. Sənə gələn yolu bağlayır. Onlar Quranla mübarizə aparmır ki, sənlə mübarizə aparır. Səni vurmaqla Quranı da, namazı da, hər şey vurur. Heç nə qalmır ortada. Sənin yolu bağlayırlar. İmamsız, peyğəmbərsiz nə mənası var? İmam ruh verir ona. İmam toplayır bu dini, tam icra edir. Yoxsa Quran olur pərakəndə hökmlər toplusu. Harada nə icra eləyəsən bilmirsən. Nə eləyəsən, necə istifadə eləyəsən bu kitabdan. Bilmirsən. Quran deyir, onların problemi sənəndir, ya Rasulallah. Davaları sənəndir. İnanın mənə, and olsun Allaha deyirəm, mənim etiqadımdır. Kim qəbul eləmir, eləməsin. Əgər Peyğəmbər gəlsəydi, desəydi ki, mən sizə dininizi çatdırdım, dinin Allahın. Bu din, bu da siz, mən getdim işimə gücümə. İnanın, bir dənə daş atmazdılar Peyğəmbərə. Gəlib dini çatdırsaydı, desəydi, bu din, bu namaz, bu Quranı verdim sizə. Mən getdim dini icra eləməyin, siz də gelin dininizi icra eləyin. Dava olardı, yox. Dava bunda idi ki, bu gəlir, girişir bu dini icra eləməyə. Bu gəlir hökm eləməyə bu dinlə, onda dava düşür bundan ki, bunu yoldan çəkək. Bugünkü söhbətim istəyirəm tarixdə qalsın. Neçə dənə söhbət istəyərəm ki, məndən yadigar qalsın. Biri də bu 3-cü gecədəki bugünkü söhbətimdir ki, Allah elə eləsin ki,
əlimdən tutsun bu mənim. O qədər mühüm hesab edirəm bunu. Bugünkü, bu məhz bugünkü söhbət. مَا ərsəlnə min rəsulin illa liyuta'a biiznillah. Biz peyğəmbərləri ancaq ona görə göndərdik ki, onlara Allahın izni ilə itaət edilsin. Onlara itaət edilsin, onlara. Düyün buradadır. Bütün xəstəliklər burada çıxır ortaya. Elə ki, peyğəmbər gəlir bir söz deyir, gəlirlər soruşurlar, Allahın sözüdür, belə deyirlər. Ya Resulallah, Allahın sözüdür, ya sənin sözündür. Ay biçarə, nə fərqi var kimin sözüdür? Mə yantiqu anil hava. Nə dərdin var, nə xəstəliyin var. Bunun sözü Allah sözüdür, bu peyğəmbərdir. Yox, biz Allaha, ancaq Allaha. Şirkdir, qalan şeylər şirkdir. Qəlbinin mərəzin bu cür ifadə eləyir. Zahirən tohid olan, batinində şirk olan sözlərlə. Peyğəmbər gəlməyib, biz ancaq onun dediklərinə əməl eləyək. Peyğəmbər gəlib ki, biz onun özünə kömək eləyək. Onun başına toplaşaq. Onsuz din yoxdur. Tək burada yox, başqa ayələrdə də var, vaxtucu almaq istəmirəm bugün. Dini düz tanıtdırsaq əgər, bugün dinə gələn yeniyetmə, cavan deyər ki, bəs yaxşı, kimə kömək eləyim? Dinin sahibi bugün kimdir? Din bu cür tanıtdırılsa ki, din yəni Allah vəlisinə yardım. Quran əsasında. Belə başa salsaq, bir adam bugün dinə gələndə o saat soruşar ki, yaxşı, bu zamanda kimə yardım eləməliyəm? Allah vəlisi kimdir? Mən matə və ləm ya'rif imamə zamanı, matə mitətən cahiliyyə. Kim öz zamanəsinin imamını tanımayıb ölsə, cahiliyyət dövründə öldüyü kimidir. Yəni, onun dini yoxdur. Bax, imam bu qədər önəmlidir. Onun dini yoxdur. Özdə bütün məzhəblər bu hədisi qəbul edir. Kim ölsə, zamanəsinin imamını tanımadan ölsə, mən sual verirəm, 1 milyard 200 milyondan artıq müsəlmana kimdir zamanəmizin imamı? Peyğəmbər buyurub da bunun, bu sözü, bu hədisi. Dini düz tanıtdırmaq lazımdır. Dini düz tanıtdırmaq lazımdır. Bəzi elə bilir ki, bəzi adamlar elə bilir ki, din təbliği budur, yəni dini hökmləri bir cəmaata çatdırasan. Budur. Bu deyil. Dini təbliğ eləmək budur ki, deyəsən hansı əsasdır, hansı kökdür, hansı budaqdır. Budur, çətinliyi bundadır. Din təbliğ ancaq bu deyil, düz söz deyəsən. Din təbliği budur ki, dini sistemli tanıtdırasan ki, dinin əsası nədir, budağı nədir, təfərrüatı nədir, bu çətindir. Dini bu cür çatdırmaq çətindir. Din hardan başlayır? Dinin mehvəri Allah vəlisinə kömək eləməkdir. Biz də o imtihandayıq bugün. Biz də, hamımız burada oturanlar. Bizdən də soruşulacaq, qiyamət günü bizdən soruşulacaq ki, namaz qıldığından əvvəl soruşulacaq ki, öz zamanın imamına kömək etdin, yoxsa yox? Bu sualdır, əsas sualdır. Qiyamətin birinci əsas sualı budur. Yəni, hər addım atanda onu nəzərə alın, xahiş edirəm sabahdan. Birinə sədəqə verəndə ehtiyaclı adama. Denən ki, İmam Zaman eşqinə verirəm, Allah rıza. O saat deyirlər, İmam Zaman eşqinə, izləyirlər bizim söhbətləri, o bəziləri. Qarış. Sözü kəsir çıxardı, gördünüz, iş Allah üçün olmalıdır, bu dedi Hüseyin üçün olmalıdır, bu nədir, filan dedi. Nə deyəsən belə insana? Bu işi sən Allah üçün görürsən, sədəqəni verirsən, amma baxır nəyə nəzərdə tutmuşsan. Bir insanı bir var fəqirlikdən qurtarmaq, bir də var zamanənin sahibinin gəlişi üçün. Onu düşünəsən ki, bax mən buna kömək edirəm, bir gün sən gələsən bir dənə də fəqir qalmasın. Bu yaxşı düşüncədir də. Mən fəqirliyin əleyhinəyəm. Bunu verməklə mən fəqirliyə qarşı olduğumu bildirirəm. Təkcə bir fəqirdən söhbət getmir. Mənim düşüncəm bax belə əhatəlidir. Mən qlobal düşünürəm. Hər bir addım atanda onu düşünəsən. Təbliğ eləyəndə, dərs oxuyanda deyəsən ki, mən onun üçün çalışıram. O gəlsin, ona kömək eləmək istəyirəm. Elm oxuyuram, elmimlə ona xidmət eləyim. Təbliğ eləyirəm, insanlar dinə gəlsin, mühit saflaşsın, onun gəlişinə zəmin olsun. Məddah da bu niyyətə roza oxumalıdır, vaiz də bu niyyətə danışmalıdır, sinə vuran da bu niyyətə sinə vurmalıdır. Yəni, ona yardım eləyirəm qürbətənləllah. Yenə də qürbətənləllah var, bəziləri narahat olmasın. Qürbətənləllah qalıb yerində. Qürbətənləllah nə eləyirəm də baxır, nə eləyirəm. Ziyarətdə oxuyuruq. Və nusrəti ləkum muəddə. Yəni, mən hazıram sizə kömək eləməyə. Ziyarətlərdə. Ərbəyin ziyarətində var bu, Ərbəyin. Ərbəyin ziyarəti özü imama yardım deməkdir. Ərbəyin ziyarətinin mənası budur. Mən bir daha deyirəm, neçə məclisdə demişəm, niyə görə bizə deyiblər, Kərbəlanı boş qoymayın, gedin, gəlin, qoymayın ki, imamı çıxartsınlar dindən. Biz barışmayacaq. İmam
qətligaha aparılmaz. Bu cinayət bir dəfə baş verib. İmam tikə-tikə doğranmaz. Bunu bizə unuttura bilməzsiniz. İmam tikə-tikə doğranmaz. O vaxta qədər deyəcək ki, ta imam gəlsin ona özünə layiq olan yerdə otursun. O vaxtacan biz dayanmayacaq. Biz barışmırıq. Biz oldu keçsi deyil bu. İmam tikə-tikə doğranmaz. İmama qarşı hörmətsizlik olmaz. Bəşərə qarşı ən böyük cinayətdir. Bugün biraz çox danışacağım. Ehsan da var. Bilmirəm necə eləyim ki, yığcam olsun, amma icazə istəyirəm sizdən. Bir qədər bəlkə də həmişəkindən bir 5 dəqiqə, 10 dəqiqə artıq danışım. Hər dəfə danışanda deyirəm, bəlkə ömür olmadı bu sözləri çatdıraq. Ona görə biraz olar bilər. Vilayətin mənası, ümumiyyətlə vilayətin mənası məhəbbət və köməkdir. Əlinin vilayəti, yəni əlini sevmək və ona kömək eləmək. Çünki sevgi olmasa kömək olmaz. Kömək Allah vəlisinə sevginin məhsuludur, sevginin nəticəsidir. İnsan birini gərək şiddətli sevsin ki, ona yardıma canla başdan hazır olsun. Odur ki, məhəbbət mövzusu da gəlir gündəmə. Hərdən bəziləri fikirləşir ki, biz deyirik məhəbbətdə sevgi, imamı sevmək filan. Bu niyə bəzilərini qıcıqlandırır? Okeanın o tayında. Niyə? Sevgidir də sevginin dalıyca sevdiyi və köməkləmək gəlir. Sevgi gəlir buna çıxardır ki, sevginin dalıyca sevdiyi və yardım eləmək gəlir. Sevgidiyinin yolunda fədakarlıq etmək gəlir. Ona görə bu sevgini qamçılamaq üçün təriqətlər yaradır, məzhəblər yaradır, maliyyələşdirir ki, sevgi ilə Allah vəlisinə sevgini vur, hədəfə al, o qalmasın, qalan nə olur olsun, qorxulu deyil. Bir dənə hədisdir ki, mənə çox qəribə gəldi bu hədis. Peyğəmbər buyurur ki, məndən sonra bəziləri əli ilə düşmənçilik eləyəcək və əliyə nifrət edəcək. Biri deyir ki, elə bir şey ola bilər ki, insanlar əli ilə düşmənçilik eləsin, əliyə nifrət eləsin. Belə bir şey mümkündürmü? Görün nə cavab verir. Buyurur ki, əl-qu'ud an nusratihi buğzun. Ona köməyi əsirgəmək özü düşmənçilidir. Köməyi əsirgəmək bəsdir. Vacib deyil qılınc götürüb vuruşasan. O çağıra getməyəsən, bu nifrətdir. Daxilində sənin gizli kim var ona? Köməkləməmək o kinin təzahürüdür. Gizli nifrət var. Ona görə bizim dinimiz bu qədər sevgiyə təkid edir. Qul la əsəlukum aleyhi əcrən illəl məvəddətə fil qurba. Dəvətimin müqabilində bir şey istəyirəm ki, mənim əhl-i beytimi sevəsiz. Bu qədər sevgiyə təkid edir. Niyə? Çünki sevgi gərək o həddə olsun ki, gedib Allah vəlisinə kömək eləyəsən. Kömək bu sevgidən doğur. Dost da bunu bilir, düşmən də bunu bilir. Sevgi o həddə olur ki, avtomatik sən sevdiyi və kömək edirsən. Köməksiz qoyursansa, bu onu göstərir ki, sənin ürəyində kim var ona qarşı, amma özündən də gizlidir. Sən deyə bilərsən, yox, bəlkə mənim ürəyimdə qorxu var. Qorxu qoymur gedim ona tərəf. Elə qorxu da kin yaradır. Sən qorxursan, təhlükə görürsən, imama kömək eləməkdə. Ona görə imamın özünə qarşı da acıqlı olursan ki, mənim əmniyyətimi əlimdən alır. O da bir növ kindir elə. Bir adam səni qorxduğun şey başına gəlirsə onun vasitəsilə, ona qarşı qəzəb yaranır sənin içində. Bu qədər ki, təkid ediblər, əzadarlıq eləyin, göz yaşı tökün, bir damcı göz yaşının filan qədər savabı var, filan qədər savabı var. Sən demə, bu çox ictimai mövzuymuş həm də. Mən oturub İmam Hüseynə göz yaşı tökürəm. Böyük dövlət qızıqlanır. Hansısa böyük dövlət. Ay qardaş, sən nə var ki, mən burada əzadarlıq eləyirəm, ağlayıram ki, məsələ, göz yaşı tökürəm. Çünki o sevginin nəticəsi nüsrətdir, yardımdır, Allah vəlisinə köməkdir, İmam Zamana yardımdır. Bir ayə oxuyacağım, heç vaxt bu məsciddə mən bu ayəni oxumamışam. İmam Baqir əleyhissalamın hədisinin içində bu ayəni oxuyacağım və sonra yavaş-yavaş sözümü yekunlaşdıraram, yığcam eləyərəm yazdıqlarımı. Deməli, Fuzeyl deyir, Fuzeyl sahabədir. Burada vilayət İslamı ilə vilayətsiz İslamın fərqini görün. Gözəl hədisdir bu. Fuzeyl deyir, oturmuşuq İmam Baqir əleyhissalamla Kəbəyə baxırıq. Həc dövrüdürmü bilmirəm, ümrə dövrüdür bilmirəm. Deyəsən həc dövrüdür. Oturub təvafa baxırıq, cəmaat dolanır Kəbənin başına. İmam Baqir əleyhissalam baxa-baxa deyir ki, Hakəza kanu yatufunə fil cahiliyyə.
Deyir elə cahiliyyət dövründə Peyğəmbər gəlməmişdən qabaqda bu təvafı belə eləyirdilər, elə eyni qaydada. Elə cəmaat o vaxtda başına dolanırdı Kəbənin, heç Peyğəmbər yox idi. Yəni bu təvaf üçün Peyğəmbərə ehtiyac yoxdur. Təvaf da fırlanır, eyni qaydada əvvəldə fırlanırdı. Təvafın hədəfi olmalıdır yəni. Təvafın hədəfi olmalıdır. Bəzi adamlar o qədər həc deyir, Allah evi. Həccin həqiqəti ilə mübarizə aparmaq üçün onu deyir. Ümumiyyətlə görsöz ki, bir adam dinin bir hissəsini çox böyütdü, şirtdi, bil ki, nəyisə vurmaq istəyir. Adətən mən görmüşəm, dinin hansı hissəsini böyüdürlərsə, imaməti vurmaq üçün böyüdürlər. Mən bunu görmüşəm. Bax, əzadarlıq məclisini qoyun, şərhlərə baxın. Deyirlər ki, bundansa Quran oxuyun, bundansa namaz qılın. Bundansa filan eləyin. Nə deyir? Fərqi yoxdur, onun özünə də fərqi yoxdur. Bundansa elm oxuyun. Fərqi yoxdur, nə deyir? Bundansadır məsələ. Bunu vurmaq üçün gah elmi şişirdir, gah namazı şişirdir, gah həcci şişirdir. Nəyə şişirdirsən şişirt, bundansa bir dənə bu olmasın. Bu işdə şeytanın rolu yoxdur sizcə? Şeytanın əsas baş planı budur. Bunu icra eləmək istəyir insanlar içində. Ən əsas planı budur. Bunlar da təvaf eləyir, İmam Baqir də ki, imamdır da, baxır, deyir, nə olsun yəni, təvaf da eləyirlər. Bunu elə cahiliyyət dövründə də eləyirdilər. Ondan sonra, bəs hansı təvafdır ki, həqiqi mənada təvafdır? Hansı təvafdır? Buyurur ki, İnnəmə umiru ən yətufu, deyir, cəmaata bilirsən, Allah niyə təvaf əmr eləyib Kəbənin başına dolanmaq? Ki, onun başına dolansınlar, sümmə yanfiru iləyna. Deyir, dolansınlar Kəbənin başına, sonra bizə tərəf köç eləsinlər, bizə tərəf, imama tərəf, bizə tərəf gəlsinlər. Bu bir qərargahdır, cəmaat toplaşır ora, təvaf eləyirlər rəmzi mənada Kəbəni, məşq eləyirlər ki, adam necə imamının başına dolanar. O daş yol nişanıdır, göstərir ki, bax, rəmzi, simvolik bir imam anlayışıdır. Yadınızdadır, birinci gün dedim, xanım Fatimə Zəhra buyurur ki, məsəlül imam, məsəlül Kəbə. İmam Kəbə kimidir. İmamın başına dolanmağı burada məşq eləməlidir, sonra qaçmalıdır imama tərəf. Belədirsə, oldu təvaf. Belədirsə, oldu təvaf. Yoxsa boş daş başına fırlan. Deyir, fırlan özün üçün. Bizim filmdə deyir. O, həmin şeydir. Məsəlül imam, məsəlül Kəbə. İmam Kəbə kimidir. Deyir, gəlsinlər, bizə tərəf gərək cəmaat təvafdan sonra. Öz sevgilərini və köməklərini bizə göstərsinlər, ifadə eləsinlər. Əgər bugün bir adam məscidə getdi, namaz qıldısa, namaz qılandan sonra demədisə ki, ya sahibə zaman sənə kömək eləməyə hazıram, onun da namazı həmin cahiliyyət dövrünün təvafı kimidir. Mən bir dənə namaz deyim, sən bütün ibadətlərini dinən. Əsas maraqlı nöqtəyə gəlib çıxıram. Sümmə qərəə hazihil ayə. Bunu dediyim an Baqir. Sonra Qurandan ayə oxudu. Ayəni oxuyuram sizin üçün. Deyir, İbrahimin duası, Qurandır, bu Quran ayəsidir. İbrahim belə dua elədi, Quran ayəsində buyurur. Rabbena inni əskəntu min zurriyyəti bivadin qeyri zi zər'in ində beytikəl muharram. Deyir ki, ilahi, mən öz balalarımdan bir hissəsini burada məskunlaşdırdım Kəbənin qırağında, bitki olmayan, ot ələf olmayan bir yerdə. İbrahim əleyhissalam deyir, öz balalarımdan bir dəstəsini burada məskunlaşdırdım. Rabbena liyuqimus salah. Bunları niyə burada məskunlaşdırdım? Ki, onlar namazı bərpa eləsinlər. Dalıca bax, budur, əsas sözüm budur. Vəcəl əfidətən minən nas təhvi iləyhim. Dua eləyir İbrahim Peyğəmbər Kəbənin qırağında. İlahi, təhvi iləyhim. Deyir, bəzi insanların qəlbində onlara qarşı meyil yarat. Mənim balalarıma qarşı. Demir ki, İlahi, cəmaatın ürəyində namaza məhəbbət yarat. Cəmaatın ürəyində Kəbəyə məhəbbət yarat. Deyir ki, təhvi iləyhim. Mənim balalarıma qarşı məhəbbət yarat. Bunu deyən kimi İmam Baqir əleyhissalam buyurur ki, təhvi iləyhim, yəni təhvi iləyna. Yəni, bizə qarşı məhəbbət, biz İbrahimin balaları. Həzrət İbrahim Kəbənin qırağında bu duanı elədi ki, balalarımdan bir qismini burada məskunlaşdırıram. Onlardan Peyğəmbər doğulacaq, Əhl-i Beyt gələcək, cəmaatın qəlbində onlara meyl yarat. İndi gördünüz ki, həccin hədəfi imamətdir, həccin məqsədi imamətdir.
Bu olmasa həcc cahiliyyət dövrünün təvafı kimidir. Amma qəlblər imama bağlansa, onda Quran da qorunacaq, təvaf da qorunacaq, həcc qorunacaq, namaz qorunacaq, oruc qorunacaq, hər şey qorunacaq, hər şey yaşayacaq. İbrahimin balalarını, yəni məsumları qoy qırağa, get təvaf elə, get namaz qıl, heç bir məqsədə çatdırmayacaq. Həmin iblisin qıldığı namazdır. Şeytanın 6000 il qıldığı namazdır. Həmin namazdır. Təhvi iləyhim olmasa, yəni bizə qarşı qəlblərini meylləndir, olmasa namazın mənası nədir? Din gəlməyib, cəmaat, əxlaqlı olun, namaz qılın, yaxşı olun, bir-birinizin üzrə gülün. Bunun üçün gəlməyib. Din gəlib ki, Allahın vəlisinə nüsrət, kömək eləyəsiz. Bugün cəmaatı elə bir əxlaqa dəvət edirlər din adı ilə, elə bir namaza dəvət edirlər, cəmaatın başının üstündə imam olmasın, yiyəsiz olsun. İnsan hansısa bir dəyərə doğrudan da bağlıdırsa, o dəyərə sahib insanlara hörmət eləməlidir, sözün qısası. Bir dənə də qəribə bir söz var, təhvi bilirsiniz nədir? Təhvi, yəni birinə dəli divanı olasan, aşıq olasan, o qədər sevəsən ki, qıraqdan baxan ifrat kimi görsün, ifrata oxşasın, həva sözündəndir, meyilləndir yox, yəni mənim balalarıma qarşı eşqləri divanə kimi olsun. Yəni, müsbət mənadır, adam din gəlməyib adamı dəli eləyir, ağlın şiddəti, adam çox ağıllı olanda onu dəli sayılırlar, bu məsələ budur. İki cür adama dəli deyirlər. Bir dəlidir, din gəlməyib adamları dəli eləyə. Din gəlib adamları ağıllı eləyə. Amma ağlın bir mərtəbəsinə çatdırır din adamları ki, başqa adamlar baxır, deyir ki, bu rüşvət almır, məsələn, hələ mən primitiv misal deyim, dəlidir. Primitiv misal deyim. Getdikcə, ağıl gücləndikcə cəmaat deyir ki, bunlar dəlidir. Deyir, o qədər şiddətli məhəbbət olsun mənim balalarıma qarşı. O məhəbbətin təzahürlərindən biri ərbəyindir. 100 kilometr ayaqla gedir. Bax, təhvi iləyhim. Gedəndən sonra deyir ki, mən heç eləməmişəm. Heç bir şey eləməmişəm. Əli boşam. Biz bu dini məhəbbət mehvəri ilə, məhəbbət əsasında dünyaya tanıtdırmalıyıq. O qədər tanıtdırmalıyıq ki, eşqin qoxusu dünyanı bürüsün, saf adamları cəlb eləsin. Eşqdən məhrum adamlar xəcalətdən başını aşağı salsınlar ki, biz nədən məhrumuq? Eşqin qoxusu bu məktəbin timsalında dünyanı bürüməyənə qədər biz bu dini tanıtdırmamışıq. Hər şey məhəbbətin sayəsində olmalıdır. Hər şey məhəbbətə təslim. Biz bir nə gözləyirik, hansı dövrü gözləyirik? Sözümü bitirirəm. Biz elə bir dövr gözləyirik ki, bizim sahibimiz gəlsin, dünyada eşqə, məhəbbətə söykənən bir düzən yaratsın. Bu necə yaradacaq? Bunun mexanizmi var, bəli. Bu düzənin mərkəzində özü dayanır. Adamlar ona aşiq olur, onu sevir. Onu sevdikləri səbəbindən içlərində olan ego aradan gedir. Axı, eşq mənin düşmənidir. Mən əriyir, aradan gedir. Mən ki olmadı, adamlar bir-birindən dost olur. Adamlar bir-birini sevir. Onda birini gərək hamı sevsin ki, o birinin eşkinin şüasında bir-birini sevsin. Yoxsa nə qədər qışqırı, insan sevərli, humanizm falan, hamısı şüardır. Mexanizm göstərir. Mexanizmi bu məktəb göstərir. Mexanizm budur ki, bir düzən yarat ki, mərkəzində Allahın vəlisi dayanıb. Bu, onunla mübarizə aparır, onu kəsir atır. Deyir, insan, sevərli, humanizm, mərhəmət. Necə? Bunun bir düzənli, bir nümunəsini biz Ərbəyində görürük. Artıq Ərbəyin bir işartıdır. Mən Məhərrəmdə bunu danışdım. Ərbəyin bir işartıdır. Görürsünüz eşq səhnələrini. Cəmaat bir-birinə qurban olum. Sənə canım fəda olsun, ayağı gətir oxalayım, biri yemək verir, biri içmək verir, evini ona qurban verir, filan verir. Bu möcüzə 3 gün ərzində necə yaranır? Bir adamın eşqi hamını birləşdirib. Hamı onun eşqində özünü unudub deyə bir-birinə aşiq olub. İndi bizim vəzifəmiz nədir? O 3 günü dartaq aparaq hər günümüzə gətirək. 3 gün davam eləməsin də Ərbəyin günlərində. Bunu bir düzən olaraq yaşayaq, gündəlik həyatımız bu olsun. Bu biraz vaxt aparacaq. Bu biraz zaman aparacaq. Amma artıq proses başlanıb. Ona görə də bəziləri narahatdır bundan. Çünki onların təqdim elədiyi düzən bunun tam əksidir. Onların təqdim elədiyi düzənin mərkəzində ego dayanır, mən dayanır, mənfəət dayanır. Bu eşq düzənidir. Bunlar bir-birindən toqquşur. Bu fədakarlıq düzəni ancaq Allah vəlisinə eşqin nəticəsində ola bilər.
Bugün ən mütərəqqi söz nədir? İnsan haqları, insan haqları. Din bunu deyir ki, insan haqları kiçik məsələdir. Üz din hara gətirib çatdırmaq istəyir? İnsan öz haqqının davasını aparmasın. Haqqın özünü sevsin. Haqq kimindirsə möhtərəmdir. Fərqi yoxdur, mənim ya sənin ya qeyrisinin. Və Allahın vəlisinin haqqı uğrunda canından keçən adam haqqa dəyərini bildirir. Haqqa ehtiramını bildirir. Məhəbbətini bildirir. Mexanizmi budur. Vəssalam, sözüm bitdi mənim. Demək olar ki, sözüm bitdi. Bugünkü gündə dünyada iki şey toqquşur və bu toqquşma kəskin xarakter alacaq. Mən sizə proqnoz verim. Eşqsiz məktəblərlə eşq məktəbi arasında qarşı durma başlayıb və kəskinləşə də gedir. Bu toqquşmanın əsasını Peyğəmbər vəfat edən kimi qoydular və Peyğəmbərin vəfatından sonra Fatimə buna qarşı qiyam elədi. Tək canı ilə buna qarşı qiyam elədi. Həzrəti Zəhra eşq məktəbinin məzhəridir, anadır. Eşqin təcəssümüdür. Çıxdı bu, bilirsiniz, egosentrizm anlayışını eşitmişsiniz. Bax, ona uyğun bir düzən formalaşdırdılar Peyğəmbərdən sonra. Əleyhissalamın məktəbi isə eşq məktəbidir. Həzrəti Zəhra buna qarşı tək başına çıxdı və öz fəryadını ucaltdı, öz etiraz səsini ucaltdı. Öz etiraz səsini ucaltdı. Xanım Fatimə Zəhra. Görürdü ki, deyir ki, Əliyə, belə buyurdu, bax, Əliyə itayət etsəydiniz, yerdən göydən bərəkət yağardı. Çünki imamın başına toplaşanda adamlar ürəkləri incəlir, mənafeydən azad olur, başlayırlar bir-birini sevməyə, bir-birinə fədakarlıq eləməyə. Onda kimsə kiminsə haqqını qəsb eləyər, eləməz. Öz malını o birisinə verər. Dünya olar cənnət, xanım Zəhra bunu görür. Dedi ki, Əliyini tanısaydınız, xoşbəxt olacaqdınız. Amma qəbul eləmədiniz, tanımadınız. İmtina elədiniz. Özünüzə quyu qazdınız. Xanım Zəhranın fəryadı, bax, o cəmaatın o bədbəxtçiliyi üçün idi. Din eşqi gətirir. Bu ədalətdən də üstündür. Bu qanundan da üstündür. Ədalət onun üçündür ki, gəlsin, ictimai zəmin yaratsın ki, məhəbbət dünyanı tutsun. Bu məclisə ki, biz gəlib oturmuşuq. Sözümün əvvəlində nə dedim? Dedim ki, Allahın vəlisinə kömək eləmək ən əsas dəyərdir. Onun ən bariz nümunəsi xanım Fatimə Zəhradır. Xanım Fatimə Zəhra Allahın vəlisinə kömək eləmək uğrunda özü Şam kiməridir. Aradan getdi. Nəyi vardı Allahın vəlisinin yardımında əsirgəmədi. Və bunu eşqlə gördü. Və biz bu gün dünyaya Zəhranı tanıtdırmalıyıq, salamullahi aleyhanı. Tanıtdırmalıyıq ki, bax, bizim məktəbimiz belə məktəb. Biz zorakılıq məktəbi deyilik. Bizim Peyğəmbərimizin qızı həqiqətin müdafiəsi uğrunda canından keçir. Heç bir silaha əl atmadan missiyasını dünyaya bəyan edir. Eşq fəryadı ilə zülmün qarşısında dayanır. Kiminsə başını kəsməklə yox. Və bizim nümunəmiz budur. Siz ki, bugün bura gəlmişsiniz, təhvi iləyhim, İbrahimin duasının cavabı sizsiniz. İlahi, bəzi insanların qəlbində mənim balalarıma qarşı məhəbbət sal, meylləndir. Onların havasını onların ürəyinə sal. Baxmasınlar, hava istidir, soyuqdur. O gün mən baxırdım, çətirlə yağışın altında dayanmışdılar. İnanın ki, məni ağlamaq tutur o mənzərələri görəndə. Yaya, qışa baxmasınlar. Təhvi iləyhim budur. Eşqi düşüb də canına, başına düşüb adamın eşqi. Baxmır. Bu 3 gün ərzində gəldi, bax, bu ayənin cavabı idi bu. Və elə bilməyin təsirsiz ötüşəcək. Həyatınızın hər dəqiqəsinə bu məclislərin təsiri var. Bəziləri evdə oturur, baxır, canlı yayımlanır, axı baxır. İndi bəziləri üzürlüdürsə heç lap yaxşı, yenə də baxır. Baxır və deyir, kaş orada olardım, gələ bilmir. Bəziləri də var, deyir ki, elə yaxşıdır, evdə oturub baxıram. İnanın, gəlib burada iştirak eləməklə evdə baxmağın yerlə göy fərqi var. Ayaq gərək gəlsin, bu fəzada oturasan, nəfəs alasan. Gəlmişik Əliyə dəstək olmağa. Bu gəlməyin mənası budur ki, yəni, ya Əmir əl-Möminin, onda Fatimədən başqa heç kəsin yox idi. Bugün biz gəlmişik. Bax, bu qədər adam olsaydı, bəs idi. Bunun yarısı qədər adam olsaydı, bəs idi əleyhissalama. Bunu ifadə eləməyə gəlmişik. Deyir, ən çətin məqamlardan biri buydu ki, ananın cənazəsini evdən çıxartmaq istəyir. Balaların əlindən ala bilmir. Təsəvvür edin, gözünüzün qabağında canlandırın. Biri özünü salır anasının cənazəsinin üstünə, əleyhissalam ayırır onu, çəkir bir kənara, o biri qaçır, özünü atır cənazənin üstünə. Onu çəkir, ayırır, o biri gəlir.
Dolanırlar analarının başına. Çünki çox sevimli, istəkli anaydı xanım Fatimə Zəhra. Bilmir necə ayırsın. Gücdən çıxır, gedir, aparır cənazəni. Görür ki, Zeynəb, o balaca Zeynəb, əlin qoyub ürəyinin başına, qaça-qaça gəlir cənazənin dalıcan. Zülmət gecə, ana gedirsən hansı mənzilə? Qal bu gecəni bizi ilə, gündüz barı düş yola. Ana, gecə vaxtı evimizi tərk eləyib hara gedirsən? Getmək qərardırsa, heç olmasa gecəni qal bizlə. Son gecəni bizlə qal, səhər gedərsən. Axı, gecə qəbr evinə getməzlər. Uşaq görməyib, böyük görməyib ki, bir adam gecə getsin qəbr evinə. Heç kəs görməyib. Ancaq Əhl-i Beytin qisməti imiş bu. Məkruhdur gecə adam dəfn eləmək. Amma görün vəziyyət necədir ki, Zəhra dedi, məni gecə dəfn elə. Gecə dəfn elə. Deyir, əleyhissalam cənazəni məcbur oldu qoysun yerə. Çünki Zeynəbi çox istəyir axı. Zeynəb də balacadır, ürəyi çox kövrəkdir. Cənazəni qoydu yerə, deyib, balasını aldı qucağına, bastı bağrına. Qızım, sakit ol, aram ol. Sən belə eləsən, bəs o biri balalarımı necə sakitləşdirim? Qayıt, get evə, Zəhranı, anovu dəfn eləyim, gəlin bir yerdə ağlayaq Zəhraya. Dilə tutur, onu qaytarır evə, gətirir xanım Zəhranın cənazəsini. Əlinin ürəyindən nə hallar idi, mən bilmirəm. Mən bilmirəm. Hansı qəm-qüssə var idi əleyhissalamın ürəyində. Deyir, gəlir Zəhranı qoyur torpaq altına. Bilmirəm nələr çəkir. Əli ilə deyir, torpağı düzəldir. Adam bir işlə məşğul olanda qəmi biraz unudar da. Deyir, elə ki, işini bitirir. Yazırlar ki, dünyanın qəmi Əliyə hücum elədi. Bütün qəmlər Əlinin sinəsinə hücum elədi. Zəhrasızlığı, Fatiməsizliyi ilk olaraq hiss elədi. Ki, day Fatimə yoxdur. Həmişə qəmli günündə evə daxil olanda Fatiməni görəndə üzü gülürdü. Halı düzəlirdi. Bundan sonra day doğrudan da Əli tək qaldı Mədinədə. Tənha qaldı. Deyir ki, qəbri düzəltdi, ondan sonra ancaq Peyğəmbəri köməyə çağıra bilər. Ancaq Peyğəmbərlə həmdərd ola bilər. Deyir, üzün dolandırdı Peyğəmbərin qəbrinə. Əssəlamu aleykə ya Rasulallah, anni, vəssəlamu aleykə an ibnətikə. Dedi, salam olsun sənə ya Rasulallah, məndən və yanında yatan qızından. Salam olsun. Heç nə demirəm ya Rasulallah. Bizim başımıza nə iş gəldi, qızından soruşarsan, özü xəbər versin. Ki, səndən sonra bu ümmət bizlə necə davrandılar, qızından xəbər alarsan, o desin. Bir o məzlum Əli qayıdır, doğrudan Allah sizdən razı olsun ki, Fatimə Zəhranın yasına gəlmişsiniz. Əleyhissalam xanım Zəhranı dəfn eləyir, gəlir, deyir, xanım Zeynəbi çağırır ki, oxşa anovu ağlayaq. Zeynəb oxşayır, özləri ağlayırlar, bir nəfər yoxdur gələ baş sağlığına. Deyir, səhər açılır, evdə hüzur olanda qapını açarlar ki, yəqin gələn olar da, yasa gələn olar. Deyir, qapını açır, İmam Həsən bir tərəfdə dayanır, İmam Hüseyn bir tərəfdə, Əli bir tərəfdə. Dayanırlar, deyir, and olsun Allaha, gün batana can dururlar, bir nəfər Peyğəmbər qızının yasına gələn olmur. Ələ lənətullah, ələl qovməz zalimin. Ona görə də xanım Zəhranı başa düşmürlər ki, sən bizdən nə istəyirsən? Xanım Zəhra da deyir ki, Əliyə zülm olunub, Əliyə, bədəlini ödəyəcəksiniz. Görür hara gedir, görür ki, din adına dinsizlik başlanır cəmiyyətdə yayılmağa. Görür, bugünə qədər görür, onlar imamdır, övliyadır, onlar görür. Görür ki, bəşəriyyət elə bir cığıra çıxdı ki, axır fəlakətdir. O gün qoyulan, əsası qoyulan zülmün bugün təzahürlərini görür. O gün baş verdi. İmam Hüseyn o gün öldürüldü, Əhl-i Beytin hamısına o gün zülm edildi. Xanım Zəhranın fəryadını eşitmədilər, nə qədər faciələr gəldi. Sözümü bitirirəm. Bugün bu məclisə gələnlər ya başa düşərəkdən, ya bilməyərəkdən Həzrət Fatimənin o fəryadına cavab verənlərdir. Yəni biz anlamışıq ki, Fatimiyənin mənası budur. Biz anlamışıq ki, vilayət dinin əsasıdır və Fatimə Zəhra salamullahi aleyha vilayətin fədaisidir. Vilayət uğrunda fəda olub. Bu elə onu göstərir ki, bu nə qədər böyük dəyərdir ki, Zəhra kimi dəyərli şəxsiyyət özünü bu yolda qurban veribsə, gör vilayət necə uca bir dəyərdir. Bundan götürün. Bu vilayət elə bir dəyərdir ki, İmam Hüseyn Kərbəlada onun üçün şəhid oldu. Deyirlər, İmam Hüseyn namaz üçün öldürüldü. Xeyr. İmam Hüseyn vilayət üçün öldürüldü. Vilayət olsa namaz da var, oruz da var, hər şey var. Din var. Yoxdursa namaz olsa da xeyri yoxdur. Oruc olsa da xeyri yoxdur.
Bura gələnlər Həzrəti Zəhranın o fəryadına cavab verənlərdir. Biz 1400 ildən sonra gəlmişik ki, ana niyə ağlayırsan? Mənası budur. Biz varıq. Biz varıq bugün. Bunu etiraf eləməyə gəlmişik. Amma Mədinə cəmaatı səbəb soruşmaq əvəzinə gəlib, bunu da eləmədilər ki, soruşsunlar ki, xanım, niyə narahatsız? Bunu soruşmaq əvəzinə. Mən elə roizə oxuyuram, bax sizin üçün. Vacib deyil ki, elə açıq sözlər danışım. Vacib deyil. Elə budur, bax, əsl müsibətləri budur. O cəmiyyət gəlib səbəb soruşmaq əvəzinə ki, xanım, sizi narahat edən nədir? Peyğəmbərin bədəninin parçasısınız. Niyə görə narahatsınız? Niyə görə ağlamaq səssiz kəsilmir? Gəlib dedilər Əliyə ki, ya Əli, denən Fatiməyə ağlamasın. Ağlamağı da çox görürlər. Səbəb soruşmaq əvəzinə deyirlər ki, denən ağlamasın. Səsi bizi narahat eləyir. Qonşular gəlib deyir. Ya gecə ağlasın, ya gündüz ağlasın. Səsi bizi narahat eləyir. Çünki səsi onların yatmış vicdanlarının o sızıltısıydı. Bilirsiniz, istəyirlər o səsi batırsınlar. O səsi eşitməsinlər. İki yerdə ağlayırdı, ya Bəqidə ağlayırdı, ya da gelirdi Uhud şəhidlərinin, Həmzənin ziyarətinə. Sizcə bunun bir rəmzi mənası var. Yəni, hanı bir nəfər Həmzə ki, bizə kömək eləsin? Həmzə sorağındaydı. Həmzənin qəbrinin üstündə ağlayırdı ki, bir nəfər Həmzə kimisi yoxdur mu, gəlsin, vilayəti müdafiə eləsin. Beytul Əhzan bir evdir ki, hüzn evi kimi tarixdə qalıb. Sizcə bunun rəmzi mənası yoxdur. Eşitmişsiniz ki, biri üçün ev tiksinlər, xanım Zəhra üçün ev tikdər əleyhissalam ki, girsin onun içində ağlasın. Bu fəryad elə belə bir emosional bir hal idi. Xeyr, bu fəryad bir mesajdır, nümayişçiranə şəkildə xanım Fatimə Zəhra bəşəriyyətə bəyan eləyir öz barışmazlığını. Bu fəryad tarixin ən ürək yandırıcı fəryadıdır. Ən ürək parçalayan fəryadıdır. Xanım Zəhranın o fəryadı bugün də qulaqlara çatmalıdır. O vaxtdan görürdü, bax bu indi deyir, müsəlmanlar belə, müsəlmanlar elə, bu müsəlman nə vaxt düzələcək, bu müsəlman deyir, xanım Zəhra onu görürdü, bax. Ki, dinin əsasını alırlar bunlardan. O fəryad, ona görə də tarixdə xanım Zəhranın fəryadı xüsusi bir nalədir, xüsusi bir fəryaddır. Tarixin gedişatına etirazdır. Etirazını ana fəryadı, özdə bilirsiniz, ana balalarının, ana üçün fəryad bir silahdır da, balasının çətin günündə ağlayar, ifadə eləyər, onun bədbəxt gününə görə qəmli olar. Bütün ümmət xanım Zəhranın balasıydı, o görürdü, hara gedirlər, o uçurma yuvarlandıqlarına görə ağlayırdılar. Xanım Zəhra ağlayırdı. Ən çox yanan anadır. Bu həmin Zəhra idi ki, İmam Həsən deyir, gecə durdum, gördüm ki, dua eləyir. Mən də qulaq asıram. Onu dua eləyir, bunu dua eləyir, onu dua eləyir, ətrafdakıları dua eləyir. Dedim, anacan, bəs özümüzü dua eləmirsiniz. Buyurdu ki, əvvəl başqaları, sonra biz. O başqaları bilirsinizmi kim idi? Oxuyun, tarixi bilin. Bu başqaları o adamlar idi ki, xanım Zəhranın salamına cavab vermirdilər. Hələ əleyhissalam gedib onların bir qapısını döyürdü. Qapını xanım Zəhranın üzünə açmırdılar. Amma bala nə qədər naxələf olsa, ana analığından əl çəkməz. Ana analığından əl çəkməz. Mən neçə gündür bu məclislərdə bunu dedim. Neçə gündür müxtəlif məclislərdə xanım Zəhranın bu müsibətinə işarə elədim. Deməkdən də doymuram və mənim fikrimcə bir dənə bu müsibətə görə heç lazım deyil qapı ilə divar arasında qoyulmağından desən də. Yəni lazım deyil o mənada ki, heç o deyilməsə də yeri var ki, insan elə buna ağlasın, yansın bu günlərdə. O hansı müsibətdir? O hansı müsibətdir? Gəlir məscidə, xutbə oxuyur, çıxış eləyir, danışır. Cəmaata deyir, mənə kömək eləyin. Əlinin haqqını qəsb eləyirlər, kömək eləyin. Baxır, ay ənsar, ay mühacir. Heç kəsdən səs çıxmır. Başını aşağı salırlar, dayanırlar. Hamısı başını aşağı salanda xanımın naləsi ucalır. Onda dönür Peyğəmbərin qəbrinə. Peyğəmbəri çağırır. Qayıdır, gəlir evə. Görür əleyhissalam dizimi qucaqlayıb oturub evdə. Deyir, ya Əli, ya Əbəl Həsən, niyə belə vəziyyətdə oturmuşsan? Gəlib görərdin ki, məsciddə məni bugün xar elədilər.
Bugün məsciddə məni hörmətsiz elədilər. Firəli əleyhissalam baxır ona, deyir, qul hasbiyallah ni'məl vəkil. Denən Allah mənə kifayətdir Fatimə. Denən Allah kifayətdir, o nə gözəl vəkildir. Allah Rəsulu neçə illər Fatiməyə hörmət göstərmişdi. Onun ayağına dururdu. Deyirdi ki, fədaha əbuha, atası ona fəda olsun. Hiyə bəzatun minni, o mənim bir parçamdır. Onun şəninə Kevsər nazil olmuşdu. Nə qədər hörmətli, əzəmətli xanım idi. Bütün hörmətini, əzəmətini, izzətini gətirdi, yığdı əlinə, tökdü əleyhissalamın ayağına. Nəyi vardı? Vilayət yolunda xərclədi və bu yer adamı çox yandırır. Deyir, məsciddə ki, əleyhissalamı aparmışdılar. Qolu bağlı dayanmışdı. Dedi ki, gedib atan Peyğəmbərin qəbrinin üstündə belə nəql edirlər. Deyirlər, dayanıb əleyhissalam gözü qapıdadır. Elə bil ki, kömək gözləyir. Axı, hamı bilir ki, Əlinin köməyi yoxdur o cəmiyyətdə. Müsəlmanlar heç kəs Əliyə kömək eləmək fikrində deyil, amma Əli kimisə gözləyir. Birdən gördülər, məscidin qapısı açıldı, Fatimə daxil oldu. Ordusu daxil oldu Əlinin. Bir nəfər bir dünyaya dəyər. Gəldi, dedi, and olsun Allaha, əgər qolunu açmasaz, gedib atan Peyğəmbərin qəbrində şikayət eləyəcəm. Deyir, gedəndə əleyhissalam Salmanı göndərdi ki, get Peyğəmbər qızına denən bəddua eləməsin. Deyir, gedəndə hiss elədilər ki, məscid titrədi, qolunu açdılar əleyhissalamın. Kişi üçün də çox ağır vəziyyətdə, Həzrət Əli xəcalətdən baş aşağı dayanıb. Gördü ki, xanım Zəhra gördü ki, elə bir xəcalətli hiss edir özünə Həzrət Fatimənin qarşısında. Həmin o yerdə deyir, gördülər ki, gəldi, dolandı əleyhissalamın başına. Dedi, ruhi li ruhi kəlfida. Nəfsi li nəfsi kəlviqa ya Əbəl Həsən. Ruhum ruhuva, canım canıva qurban olsun. Nəyim var sənə fəda olsun. İn kuntə fi xeyrin kuntu mək. Narahat olma, adamın yoxdur. Hər halda mən sənnənəm. İn kuntə fi şərrin kuntu mək. Sən yaxşı günündə də, dar günündə də mən sənin yanındayam. Qəm qüssə çəkmə, sənin Fatimən var. Sənin Fatimən var. Mən tarixə bəyan eləyəcəm ki, sənin haqqın qəsb olundu. Gələcəyə bəyan eləyəcəm. Mən bütün bəşəriyyətə elan eləyəcəm. Dedi, məni aparın Peyğəmbərin qəbrinə. Bax, bu günlər idi elə. Axırıncı ziyarəti də Həzrət Zəhranın. Aparın Peyğəmbərin qəbrinə. Qoluna giriblər, aparırlar. Mən sizə sual verirəm, bir 18 yaşlı xanımın qoluna niyə girib məscidə aparmalıdırlar? Deyir, taqəti yoxdur, xanımın yol getməyə taqəti yoxdur. Qoluna girib aparırlar. Məscidə çatmamış, yazırlar tarixdə, neçə dəfə oturdu daşın üstündə nəfəsini almağa, dincəlməyə. Dedi, mənə buraxın, qolunu çəkdi, bir icazə verin, oturum. Nəfəsi kəsilirdi, qabırğanın ağrısı. Gəldi, daxil oldu məscidə. Peyğəmbərin qəbrinə baxdı, dedi, ya əbəta, atacan, rufiəd qüvvəti. Ata da gücüm tükəndi, qüvvəm tükəndi. Gücüm qalmadı. Və şəmu təbi ə'dai. Atacan, düşmənim mənə dil yarası vurur. Bilirsiniz, nəyi nəzərdə tuturdu? Düşünürəm bəlkə də bunu. Bilirsiniz, nə dedi xanım Zəhraya? Dedi, bağ istəyirsən, Beytulmala əl uzatma. Öz bağlarımdan birini verərəm sənə. Həzrət Zəhraya belə dedi. O da gəlib Peyğəmbərin qəbrinə şikayət edir. Şəmu təbi ə'dai. Vəl kəmədu qatili. Atacan, qəm məni öldürür. Kədər məni öldürür. Sözümü bitirirəm. Xanım Zeynəb deyir, anam gəldi evə elə o vəziyyətdə. Artıq işlərini yerinə yetirib hamısını. Boynuna düşəni eləyib, nəyi var fəda eləyib Əlinin yolunda. Deyir, gəldi, daxil oldu evə. Atam da evin bir küncündə oturub. Deyir, gördüm, anam üzü qibliyə dayandı dua eləməyə. Xəstə dua eləyəndə uşaq fikirləşər ki, anası özünə şəfa istəyəcək. Deyir, anam gördüm, əlini duaya qaldırdı, bu duanı elədi. Allahümmə əccil vəfati səri'a. Deyir, ilahi, ölümümü tezləşdir. Deyir, ilahi, sən and verirəm o dizlərini qucaqlayan Əlinin məzlumiyyətinə. Sən and verirəm o tənha Əlinin, o adamsız Əlinin məzlumiyyətinə, day öldür Fatiməni. Day, mənim taqətim yoxdur, imamın qəribliyini görüm və əlimdən bir şey gəlməsin. Artıq elədiyini eləmişdi Fatimə. Ondan sonra aram halda dünyasını dəyişdi. Əla lənətullah ələl qavmiz zalimin. Dində vilayət olmadısa, din ruhsuz bədənə çevrilir.
ruhsuz bədən. Bizim bugünkü söhbətimiz budur ki, dəyərlərin hamısı eyni cərgədə deyil. Yaxşılıqların hamısı eyni dərəcədə deyil. Pisliklərin də hamısı eyni dərəcədə deyil. İnsanlara qiymət verəndə meyarlara diqqət eləmək lazımdır. Meyarlara diqqət eləmək lazımdır. İnsan şəxsiyyətini dəqiq təhlil eləmək lazımdır. Bir şey var ki, bir nöqtə var ki, insan onu qəbul edibsə, yanında 5-10 dənə eybi, günahı da varsa, ona rahat güzəşt eləyirlər. Amma burada diqqətli olun, bunu demək istəyirəm, bunu xüsusi vurğulamaq istəyirəm. Oyunbaz adamlar istisnadır. Bir adam ki, yalandan gəlib güya ki, Əhl-i Beytin vilayətini qəbul eləyir, oyunbazlıq eləyir, bu dəyərlərin arxasında özünü gizlədir, alçaqlıq eləyir və, üzr istəyirəm bu sözümə görə, və dindən özünü gizlətmək üçün istifadə edir. Bunu biz bu kateqoriyaya aid etmirik. Bu nifaq əlamətidir. Bu dindən sui-istifadə əlamətidir. Biz bunu o qrupa aid edə bilmərik. Yox, bir insan səmimi qəbul edib Allah dostunun vilayətini, amma yanında günahlar da eləyib. Günahlar da eləyib. Bu bir dənəni dil qəbul eləsə, günahlara rahat güzəşt olunar. Amma başqası bir sıra yaxşı cəhətləri var, yaxşı xüsusiyyətləri var, amma təkəbbür səbəbindən, inadkarlıq səbəbindən vilayəti qəbul eləmirsə, Allah yanında yaxşılıqları heç olur, heç. Xət çəkilir və şeytanı buna misal çəkdi. Şeytanın misalı bunun üçün bəs eləyir. Axı bu adam halla namaz qılır, göz yaş axıdır namazda. Və axı bu insan ibadətləri yerinə yetirir. Siz bilirsiniz ki, hədislərdə var ki, o adamlar ki, vilayət yolundan sapıblar, bidət yolundadılar, onların namazlarında yalancı hal olur. Bunu hədislər bizə xəbər verir. Hər namazda axıdılan göz yaşı sizi çaşdırmasın, sizi şəkkə salmasın. Bir nəfər vardı, Həzrət Əlidən ayrılıb, gedib Muaviyyəyə qoşulmuşdu. Muaviyyənin yanında olanda deyir ki, mən Əlinin yanında olanda namazlarımı vaxtında qılanmirdim, gecikdirirdim, namazım qəzaya gedirdi, vaxtından keçirdi. İndi Muaviyyənin yanında olandan namazlarımı qaydasında qılıram, düz azam vaxtında qılıram. Orada da bir nəfər oturmuşdu, dedi ki, onun yanında olanda haqq yoldaydın, şeytan qoymurdu sən namaz qılasan. İndi ki, gəlib qoşulmusan buna, şeytan özü deyir, dur namazı qıl ki, namazla sakitləşəsən. Namaza şeytan özü səni dəvət eləyir. Ona görə, çünki bilirdi o namaz sənə nicat verəcək. Sən əsas kökün düzdür, ona görə səni namazdan uzaqlaşdırırdı. Bunu qəbul eləmək asan məsələ deyil. Bilirsiniz, adamları çaşdırırlar və çətindir bunu qəbul eləmək. Axı, mən gözümlə görürəm ki, bu adam namaz qılır, dua eləyir, halla ağlayır ibadətdə. Sən denən ki, bunun heç birini qəbul eləməyəcəklər. Əgər inadkarlıq səbəbindən, inadkarlıq səbəbindən vilayəti qəbul eləməyibsə. Kumeyl kimi səhabə çaşbaş qalır. Gecə deyir, yol gedirlər əleyhissalamla. Bir yerdən bir Quran avazı səsi gəlir. Çox halla, gözəl şəkildə Quran oxuyur, Kumeylin diqqətini bu çəkir. Əleyhissalam gedir, bu dayanır, qulaq asır ona. Əleyhissalam deyir ki, Kumeyl, gəl gedək. Deyir ki, ağa görmürsən, bu necə halla Quran oxuyur, Allahın kitabını oxuyur, nə haldadır bu? Bu nadir olar insan bu halla ibadət eləsin. Əleyhissalam etinasız şəkildə deyir, gəl gedək, yolumuza davam eləyək. Deyir, ürəyimə bir şübhə düşdü ki, Əleyhissalam niyə belə davrandı? Axı, bu qarib Quran oxuyur, halla ağlaya-ağlaya, gözəl şəkildə. Niyə etinasızlıq elədi? Deyir, apardı məni, getdik. Neçə vaxt keçdi, Siffeyn döyüşü oldu. Siffeyn yox, Nəhrivan döyüşü. Nəhrivan döyüşündə deyir, ölülərin arasında gəzirdik, düşmən, xəvaric ölülərinin. Deyir, bir nəfəri göstərdi cənazəni mənə. Deyir, Kumeyl bunu tanıyırsan? Dedim, yox. Deyir, o gecə Quran oxumağına heyran qalmışdı, ey valih. Bax, budur, həmin adamdır. Görürsən ki, qılınc əlinə alıb mənə qarşı vuruşur. İbadətlə düzəlirsə, neçə min belə abidin başına əleyhissalam qılıncdan bədənini keçirdi. Nəhrivan döyüşündə İbn Abbas getdi, çaşdı qaldı, dedi ki, bunlarla vuruşmaq olar. Bunların namaz oxuyub, namaz qılıb, Quran oxumaqdan başqa işi yoxdur.
Bunlar gündüzlər orucdur, gecəni gözləyirlər ki, gecə ibadət eləsinlər, ağlasınlar, tövbə eləsinlər. Bunlarla necə vuruşaq? Amma Əli əleyhissalam dedi ki, bu fitnənin gözünü mən çıxartdım. Bunlar quduz it kimi idirlər. Bunların xəstəliyi çox ağır xəstəlikdir. İbadətləri sizi çaşdırmasın. İbadətləri sizin gözünüzdən pərdə asmasın. Qəbul eləmək çətindir. İnsanın dəvət olunduğu ən üstün şey vilayətdir. Bilirsiniz, niyə görə? İzah eləməyə çalışacağım. Bilirsiniz, vilayət, Allah dostunun üstünlüyünü qəbul eləmək. Nəfsin düz gözündən vurur. Nəfsin düz gözündən vurur. İnsan nəfsinin ən ana eybəcərliyi var, çirkinliyi var. O təkəbbürdür, həsəddir, məqampərəstliyidir. Bunların cəmi nəfsin nüvəsidir. Nəfsin özəyidir. Nəfs, bunlar, təməl budur, qalan şeylər bunun üzərindədir. Bu ki, nəfsin özəyidir. Allah onu vurmaq üçün bir nəfər seçir cəmaatın içindən. Onu hamıdan üstün edir və insan nəfsi ilə qarşılaşdırır. İnsan onu qəbul eləyə bilsə, o düz mərkəzdən zərbə vurur nəfsə. Quranda baxın, peyğəmbərləri qəbul eləməyən insanların məntiqinə, siz Allah fikir verin, hamısının sözü bu olub, hamısının. Ki o bizim kimi bir insandır, yəni kimdir o? Bax, bu kimdir o sözü var ha? Bu nəfsin halının dillə ifadəsidir. Ona dedizdirən xislət var o sözü ki, bu kimdir, mən buna hörmət eləyim. Bax, bu kimdir deyən həmin o xislət, ən çirkin, ən murdar xislətdir. Bu nəfsdə varsa, bu əzilməyibsə, qalan yaxşılıqları heç nə aparat getsin. Boş şeylərdir hamısı. Allah istəyir bir zərbəyə nəfsə öldürücü zərbə vursun. Sarsılsın nəfsi. Necə eləyir? Bir nəfər cəmaatın içindən seçir, hamıdan fərqləndirir, bütün fəzilətləri ona verir, cəmaatla qarşılaşdırır, deyir buna təzim edin. Buna təzim edin. Qəbul elədirsə, nəfsinə amansız bir zərbə dəydir. Nəfs zəiflədi. Qalan şeylər sonra onun üzərində günah da eləsə, əsas məsələsi düzdür. Nəfsində əsas xüsusiyyət lazım olan nuraniyyət var. Əgər qəbul eləmədisə, nəfs qalıb, diridir. İndi onu gizlətmək üçün nə edir? Namaz, əxlaq, ehsan, sədəqə. Sən də deyirsən, yaxşı oğlandır, baxma ki, qəbul eləmir, yaxşı oğlandır. Sən belə deyirsən. Yaxşı oğlan deyil. Onun içində bir xəbislik var ki, əsas xəbislikdir. Mani olur ona etiraf eləsin. Kök xarabdır. Bir adam bünövrəsiz bina tiksə, bünövrə olmadan, təməl atılmadan, torpağın üstündə bina tiksə, kim gedər onda yaşayar? Bunun dini imanı bünövrəsizdir. O bəzəyli binaya baxma. Altı heç nədir. Yoxdur altında heç nə. Bir binanın möhkəmliyini yoxlayanda onun bünövrəsinə baxarlar. Bünövrə çürüyüdürsə, nə qədər bəzəyirsən bəzə, o çürüylüyü gizlətmək üçündür. Bir qəpi qiyməti yoxdur. Vilayət olmayandan sonra əxlaqdır, mənəviyyatdır, başqa nə fəzilətlər var gətirirlər, onların hamısı oyuncaqdır. Bu xislətli adamlar böyük qüdrətlərin əlində oyuncağa çevrilirlər. Bugün görürsünüz necə bəzi böyük qüdrətlər əxlaq İslamı təbliğ edirlər, vilayətsiz İslam. Oyuncaqdır, ruhu yoxdur İslamın, ruhu yoxdur. Dünən dedim, nə zaman bu ayə nazil oldu? Əlinin əlindən tutub qaldırdı, dedi, hər kimin mövlası mənəm, Əli də onun mövlasıdır. Onda bu ayə dərhal nazil oldu ki, Əl-yevm əkməltu ləkum dinəkum və ətməmtu aleykum ni'məti və rəzitu ləkumul İslamə dinən. Bugün neymətimi sizə, bugün dininizi kamil etdim, neymətimi tamamladım və din olaraq İslamı seçdim. Dalıyca nə buyurur? Buyurur ki, Əl-yevm yəisəl-ləzinə kəfəru min dinikum. Bugün kafirlər sizdən məyus oldular. Fələ təxşəvhum. Onlardan qorxmayın. Və xşəvni, məndən qorxun. Əgər siz vilayətə sarılsaz, imamətə sarılsaz, din olacaq əlüzdə, onlar sizə heç nə edə bilməyəcəklər. Heç nə edə bilməyəcəklər. Onlar məyus oldular. Məyus oldu. İstəyirsən bir adama qiymət verəsən ümumiyyətlə. Necə oğlandı bu? Məsələn, biz deyirik, necə oğlandı, necə adamdı? İstəyirsən qiymət verəsən. Birinci sual budur, bax. Bundan qiymət ver. Bu insanın Allahın vəlisinə, Allahın dostuna tanıdığı təqdirdə, tanımayıbsa heç, onun hesabı başqadır.
Tanımayıb da bilmir, eşitməyib. Amma tanıdığı təqdirdə Allah vəlisinə münasibəti necədir? Bu, ən başlıca meyardır insan şəxsiyyətinə qiymət verməyə. Allah qatında insanlar bununla ayrılır. Bununla ayrılır. Allah qatında insanın dəyəri özündən üstünə dəyər verməyindədir. Bu varsa, başqa yaxşılıqları da var. Bu yoxdursa aparat o yana. Nə olur olsun. Heç nəyə səni aldatmasın. Bir insan bir adamın özündən üstün gördüyüdə üstünlüyünü etiraf edə bilirsə, ona hörmət göstərə bilirsə, ona təzim edə bilirsə bu yaxşı adamdır Allah qatında. Yoxdursa inanın ki heç bir şeyin faydası yoxdur. Daxili vəziyyətin göstəricisi budur. Daxili vəziyyətin göstəricisi budur. Özdə ki, bugün Əli deyənlər çoxdur. Mən bunu neçə dəfə sizə demişəm, burada da bir daha təkrar edirəm. Bugün Əli demək də hünər deyil. Çünki Əli əleyhissalam tarixdir. Tarixdir, keçmişdir. Düzdür, bir mənada hər zamanda onlar yaşayır, amma biz onunla bir şəhərdə yaşamırıq axı. Zaman keçib, cil-cil kitablar yazılıb barəsində. Bugünkü gündə sən istəyirsən, biləsən ki, bir insan Əlinin vilayətinə nə dərəcədə bağlıdır, öz zamanında olan üstün insanlara, fəzilətli insanlara münasibətinə bax. Öz zamanında. Öz zamanında olan üstün insanlara münasibətinə bax. Əgər həzm eləyə bilirsə üstünlüyünü, özündən dəyərli görən kimi təvazökarlıq edə bilirsə müqabilində, deməli, həqiqətən Əlinin vilayətinə bağlanıb. Onu eləyə bilmirsə, onun da Əli deməyi dildədir. Əli əleyhissalamı qəbul eləməyib. Çoxlarını zahiri əməllər azdırır, çaşdırır. Mən istəyirəm fikrimi sizə izah eləyim. Bunun çirkinliyini nəhayət ki, tam anlayaq bilmirəm da, bir də mən haçansa vilayət mövzusuna qayıdaram, qayıtmaram, bilmirəm. Bugün nöqtə qoyaq. Çünki bunlar hamısı bizdən yadigar qalır. Bunlar bir silsilə söhbətlərdir ki, gələcək nəsillərə də bəlkə faydası olar və bizə rəhmət oxuyarlar və siz də faydalansaz qiyamətdə mənim əlimdən tutarsınız. Ümidim bunadır ki, qiyamət günündə siz buna əməl eləyəsiniz, bu şeyləri başa düşəsiniz və mənə də dua eləyəsiniz, mənə də şəfaət eləyəsiniz. İnşallah. Bəs mən sual verirəm, bir adam Əli ibn Əbi Talibi görürsə, qarşısında torpaq ola bilmirsə, bunun qəlbində nə qədər xəstəlik var? Bunun qəlbi nə gündədir? Yəni, yox, uşaq əziyyət çəkir, amma Allah vəlisi əziyyət çəkmir. Kim dedi əziyyət çəkmir? Bir nəfər azğın adam görəndə Allah vəlisinin çəkdiyi əziyyət təsəvvür olunmazdı. Təsəvvür olunmazdı. Necə deyirsən, necə ürəyin gəldi uşağa zülm eləyəsən? Elə də denən ki, necə ürəyin gəldi İmam Hüseyni görəsən, qəbul eləməyəsən? Bu nə ürəkdir sənin köksündə? Sən nə ürək gəzdirirsən ki, adam da Peyğəmbəri görər, ona təzim etməz. Adam da Əlini görər, ona təzim etməz. Bu nə qəlbdir ki, sən köksündə gəzdirirsən? Qəlb gizlidir, içdədir. Qəlbin vəziyyətindən ən gözəl xəbər verən nədir? Mən sizə xəbər verim. Qəlbin vəziyyətindən ən gözəl xəbəri bizə insanın Allahın dostuna münasibəti çatdırır. Allahın dostuna münasibət gizli qəlbin gizlinlərini aşkar edib ortaya qoyur. İstəyirsən biləsən bir adamın ürəyi, qəlbi, ruhu nə gündədir, nə vəziyyətdədir, nə haldadır. Onun müayinə yolu üstün adamla qarşılaşdır onu. Münasibətinə bax biləcəksən bu necə adamdır. İndi təzə dəb düşmək, şəxsiyyət pərəstlik, şəxsiyyətə pərəstiş. Bəli, şəxsiyyətə pərəstiş çox ciddi bir nöqsandır, çox pis bir şeydir. Amma hər bir ehtiramın adını şəxsiyyətə pərəstiş qoymaq olmaz. Bir insan birinə təzim edir, ehtiram göstərir, onu özündən layiqli bilirsə, bu saflıq göstəricisidir. Bu paklıq göstəricisidir. Mən yaxın cümələrin birində dedim, bugün də demək istəyirəm. Bir neçə dəqiqədə mənə diqqət eləyin, sıxlıqdır, diqqətiniz də maşallah kamildir. Amma ki, istəyirəm ki, sözlərimə diqqət eləyəsiniz ki, mən ürəyim rahat olsun ki, deyə bildim. İki dəfə Quranda qəlb təqvasından danışır Allah. Qəlb təqvası. Təqva iki cürdür. Bir əməl təqvası var. Yəni, bu günah eləmirsə adam, əməldə təqvalıdır. Günahlardan çəkinirsə. Biri də var, daha üstün təqvadır. O nədir? Qəlbin təqvası. Qəlbin nuraniyyətidir. İki dəfə Quranda qəlb təqvası sözü işlənib. Qəlb təqvası əməl təqvasından üstündür. Maraqlıdır, iki dəfə hansı yerlərdə işlənib bu? İki dəfə, birini deyim sizə. Hucurat surəsində deyir ki, Peyğəmbərin səsindən uca qaldırmayın səsinizi. Peyğəmbərdən ucadan danışmayın Peyğəmbər yanında. Səsinizi onun səsindən yuxarı qaldırmayın. Sonra nə buyurur? Bax, buna diqqət eləyin.
İnnellezîne yeguzzûne esvâtehum inde Resulillah ulaikellezîne imtehanallah kulûbehum littegva. Buyurur o kəslər ki, Peyğəmbərin yanında səslərini qaldırmırlar, Peyğəmbərin səsindən yuxarı qaldırmırlar, onların qəlbini Allah təqva ilə imtihan edib. Qəlblərini təqva ilə imtihan edib. Ləhum məğfirətun və əcrun azim. Onlar üçün bağışlanmaq və böyük mükafat var. Sən deyən nə böyük iş görüblər ki, Peyğəmbərə ehtiram eləyiblər. Buna görə deyir, onlar üçün bağışlanma və böyük əcr var. Sən bilmirsən, qəlbin müayinəsi bundandır. Qəlbin vəziyyətini bilmək istəyirsən, Peyğəmbərə münasibətinə bax. Namaz zat gözdən pərdə asmaq ola bilər. Qəlb təqvası budur. Qəlb təqvası budur ki, üstün insana təzim edir. Bu bir. Quranın ikinci yerində buyurur ki, وَمَنْ يُعَزِّمْ شَعَائِرَ اللّٰهِ فَاِنَّهَا مِنْ تَقْوَ الْقُلُوبِ. Kim Allahın nişanələrinə təzim etsə, hörmət eləsə, Allahın əlamətlərinə, nişanələrinə, bu nədən xəbər verir? Qəlbində təqva var. Allahın əlamətləri nədir? Yenə də Quranla cavab verim. Quranla cavab verim. Hərdən mən görürəm, bizim çıxışlarımıza şərh yazırlar. Asan kimi deyir, Qurandan niyə danışmırsınız? Qurandan danışın. Bəzi insanlar o qədər zahirpərəstdir ki, başa düşmür ki, mən bir saat elə Qurandan danışıram. Hər nə danışsam Qurandan danışıram. Bəzən heç ayəni deməsən də elə danışdığım Qurandır. Amma Quran ayəsinə söykənək. Deyir, kim Allahın əlamətlərinə, şüarlarına ehtiram eləsə, bu göstəricidir ki, qəlbində təqva var. Allahın nişanəsi nədir? İnnəs-səfa vəl-mərvətə min şəairillah. Səfa və Mərvə dağları Allahın şüarlarıdır, əlamətləridir. Niyə iki dənə dağ gəldi Allahın şüarı oldu? Çünki Allah vəlisinin ayağının izi var orada. Çünki orada Hacər qaçıb, İbrahim var, İsmail var. Qədəmləri dəyən yerə hörmət göstərəndə, bax bu göstəricidir sənin mənəvi vəziyyətin. İndiki dilləri çatana deyir, şirk, 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 de Quranla get cavab ver. Deyir, kim Allahın nişanəsinə təzim etsə, onun ürəyində təqva var. Allahın nişanəsi nədir, əlaməti nədir? İki dənə dağ. Deməli, dağa təzim etmək olar. Onlar yox, lazımdır. O dağ ki, orada Allahın övliyasından bir nişanə var. Ondan bir əlamət var. Onun bir qoxusu var. Bu, kiçik məsələlər deyil. Bunlar insan şəxsiyyətinin göstəricisidir. Qəlb təqvasının göstəricisidir. Bilirsiniz nədir? Allah vəlisi təvazökarlığın məzhəridir. Onun ürəyində zərrə qədər mənəmçilik yoxdur. Sən kimsən ki, onun müqabilində təkəbbür göstərsən? Heyf də məsum imam görmək bizə qismət olmayıb. Bizim gözümüz görmür, məhrumuq o saadətdən. Biz görsəydik, onlardan biri ilə qarşılaşsaydıq, onların vücudu başdan başa rəhmətdir. Başdan başa rəhmətdir. Gör, bunun müqabilində təkəbbür göstərənlər kim olub ki, onlara deyəcəklər ki, axı siz buna niyə? Bundakı zərrə mənəm yoxdur. Bu sənin üçün vardır, bu sənin üçün yaşayır, bu sənin üçün yanır. Bunun yeganə, bu mehriban bir ata kimi, mehriban bir ana kimidir. Görsən nə qədər xəbis insansan ki, bunun müqabilində təkəbbür göstərirsən. Sənə aşiq olana, sənin qarşında son dərəcədə təvazökar olan adama qarşı da təkəbbür göstərərlər. Pisliklər bir-birindən fərqlidir. Səhv budur ki, biz hərdən pislikləri eyni cərgədə qoyuruq. Yalan var, biri yalan danışır, birini tutturur, evini yıxır. Bu bir yalandır. Yalan da var, biri yalan danışır, 5 nəfəri güldürür. 5 nəfəri güldürür. İkisi də günahdır. Güldürmək üçün də yalan danışmaq, birini tutturmaq üçün də. Amma ikisi də eynidirmi? Bir yalanla birini tutturacaqsan, malını, sərvətini əlindən aldıracaqsansa, bunun cəzası Allah qatında daha çoxdur. Günahın günahla fərqi var. Günahkarın günahkarla fərqi var. İnsanın paklığının zirvəsi nədir? İnsanın xəbisliyinin ən aşağı nöqtəsi nədir? Bunu tapmaq asan məsələ deyil. Hansı xislətdir ki, bu kimdəsə varsa denən ən alçaq adamdır? O hansı xislətdir ki, kimdəsə varsa denən pak adamdır? Bunu tapıb müəyyən eləmək çətindir. Bunun üçün gərək düşünəsən, insan tanıyasan, insanın ruhunun dərinliyinə baş vurasan. Meyar nədir? İnsanlara qiymət verməkdə namaz, birdən namazın yanında riba yiyir bu adam. Faizə pul verir məsələn. Yaxşı, riba da yemir, əsas halal yeməkdir. Birdən halal yiyir, birini vurur, öldürür. Adam çaşbaş qalır, pisliklərin, yaxşılıqların içində çaşbaş qalır. Çətindir qiymət vermək. İmam Rıza Aleyhisselam buyurur ki, bir adamı gördün ki, günah eləmir, o saat aldanma. O saat aldanma. Ola bilər cürəti çatmır günah eləməyə. Adam var, o qədər cəsarətsizdir ki, günaha da cəsarəti çatmır. Qorxaqdır.
Vurur o görsün cəsarəti çatır, amma yenə də günah eləmir. Ola bilsin bu günahı xoşlamır. Başqa günahı eləyir. Sözün qısası uzun hədisdir. Hər bir günah eləməmək, hər bir yaxşı əməl göstərici deyil insan şəxsiyyəti üçün. O çox tez eşidirsiniz bu sözü ki, əsas ürək təmiz olsun. Tanışdır da bizim qabağımızda ən tutarlı argumentlərdən biri budur da bizə deyirlər ki, dindən danışan kimi ürək təmiz olsun əsas. Ye, iç, kef elə. Bunu deyirlər. Biz də gülürük və yaxud da cavab veririk, əməlli başlı problemə çevrilib də bu məsələ bizim üçün. Və o sözdən çox su istifadə edirlər. Çox su istifadə edirlər. Nə istəyirsən elə ürəyin təmiz olsun. Amması var ki, bu sözdə bir həqiqət də var. Söz düz yerində işlənsə, həqiqət də var bu sözdə. Qəlbi paçdı adam var, qəlbi paçdı. Günah da eləyir, amma eşitməyib də, qulağına çatmayıb, qarşılaşmayıb, bilmir. Bu qəlbi paçdısa, günah eləyirsə, onun günahı səni aldatmasın. Bir gün qarşılaşacaq haqq sözlə, haqq adamla onu qəbul edəcək. Məhərrəmdə danışdım. Seyyid Mehdi Qəvam bir ruhanidir, alimdir. Deyir, gedmişdir, öz dostları ilə, müridləri ilə, nə bilmən, tələbələri ilə bir yerdə dincəlir. Bu yanda da bir nəfər adamda adını unutmuşam. Məhərrəmdə yazmışdım, qeyd eləmişdim. O yanda oturub içki içir, musiqi səsi, əyləncə səsi. Məşhur bir fasik deyək də, günahkar bir adam, sayılan bir adamdır. Buna gəlib dedilər ki, bu ruhani, bu seyid, bu ağa ildə, ömürdə bir dəfə gələr, bu parkda oturar, dincələr, istirahət eləyər. Onun hörmətini saxla, mümkünsə. Biraz səs-küyüz az olsun, falan. Deyir, hə, baş üstə, səsini azaldır, o mahnısının, özdə içkili vəziyyətdə. Deyir, amma icazə olsaydı, gedib ona bir görüşərdim, ona ədəb bildirərdim, ehtiramımı bildirərdim. Gəlir deyir, bağışlayın, bilməmişik, siz buradasınız, üzr istəyirik sizdən, mən sizə narahatçılıq yaratmarıq, alnından deyir, öpür, elə o vəziyyətdə. Ağa da deyir, ona baxır, deyir ki, sənin adını çox eşitmişəm ki, belə bir qoçusan, vurub yıxan bir adamsan filan, mənə maraqlıdır ki, sənin həyatın, məramın nədir? Görün, bəlkə xoşuma gəldi, mən də qəbul elədim. Deyir ki, bizim qaydalarımız var da, biz də həyatda bəzi qaydaları qəbul eləmişik. Deyir, məsələn, bizim bir qaydamız məsələn budur ki, birinin çörəyin yesək, o çörəyi tapdalamarıq. Təşəkkürünü eləyərik. Deyir, axı pozursuz o qaydanı. Deyir, harada pozuruq? Deyir, sənə bütün varlığı bəxş eləyən, çörək verən, yeri göy sənin ixtiyarında qoyan Allahın çörəyin yiyirsən, amma heç təşəkkürünü eləmirsən. Heç yerinə yetirmirsən. Deyir, elə o vəziyyətdə fikrə gedir, deyir, hə, ağıllı sözdür bu. Ağlıma batdı bu söz. Ağlıma batdı deyir və orada tövbə eləyir həmin yerdə. Tanınmış adamdır. Sonra gedir bir məclis təşkil edir, heyət təşkil edir və ömrünü bu məktəbə xidmətə sərf edir və böyük insanlar yetişdirir. Görürsən, o ürəyi təmiz idi doğrudan da. Ürəyi təmiz idi. Bilmirdi, eşitməmişdi, təqdim eləməmişdilər. Bir qəlbinə toxunan bir şey baş verməmişdi. Necə hidayət oldu? Allah bilirsiniz necə imtihan elədi. Bir dənə fəzilətli adamla üzbəüz qarşılaşdı. Vurub yıxan, qoçu kim olmağına baxmayaraq dedi, Seyyid Peyğəmbər övladı da alimdir. Onun qədəmləri mənim gözümün üstündə. Bax, bu nuraniyyətdir, bu qəlbin göstəricisidir, qəlbin vəziyyətinin göstəricisidir. Bu bəlli edir ki, insanın ruhunda bir fəzilət var. Bir dənə də hadisə danışmışam sizə, bunu da yenə danışırım. Müfəzzəldən gəlib İmam Sadiqə şikayət edirlər. Müfəzzəl səhabədir. Şikayət edirlər ki, Küfədən gəlirlər, səhv eləmirəmsə, bəli. Gəlib deyirlər ki, ya Bəsrədən gəlirlər, yadımdan çıxıb, deyəsən Küfədən. Gəlirlər, deyirlər İmam Sadiqə ki, sənin bu səhabın müfəzzəl biraz naəhl adamlarla oturub durur. Quş saxlayan, indi üzr istəyirəm sizdən, bizim dilimizdən quşbaz adamlarla, quş saxlayan adamlarla, nalayiq adamlardır, ayıbdır, sənin səhabəndir. Onlarla oturub durur, ona bir nəsihət elə. İmam bir məktub yazır, möhürləyir, deyir, aparın, verin müfəzzələ, oxusun, amma hamını toplayın məscidə, hamının hüzurunda oxusun. Deyim, bunlar gedir, və adamlar var da, xoşlayır birini, belə də, nə bilməm, məsələn, danlasınlar, ondan ləzzət alır. Sevinə-sevinə gəlirlər ki, İmam Sadiq müfəzzələ yəqin danlayıb ki, sən yekə kişisən, onlarla niyə oturub durursan? Gəlirlər, müfəzzəli də sevinə-sevinə çağırırlar, aç məktub var. Açır məktubu oxuyur, görür yazılıb ki, İmam Sadiq əleyhissalamdan bir məktub filan və İmam Sadiq
mən xahiş edirəm, yəni imam özü deyir ki, xahiş edirəm o cəmaata deyin ki, mənim filan məbləğdə maddi vəsaitə ehtiyacım var. Filan məbləğdə. Bunlar deyib, biz nə danışdıq, bu nə məktubdur? Biri deyir, evim yarımçıq qalıb, biri deyir, müasir dillə də söyləyir, maşın almalıyam, biri deyir, nəsə, hərə bir bəhanə gətirir, dağılışırlar. Həmin o bəyənmədikləri, o qurs saxlayan adamlar eşidir ki, İmam Sadiq əleyhissalamın ehtiyacı var, deyir, gedirlər, nə ixtiyarlarında var, nə qədər imkanlar var, toplayıb gətirib verirlər müfəzzələ. Bunlar da xəbər tutur, başa düşür ki, İmam Sadiq bunlara başa saldı ki, hər şey zahirləndir, zahirlə deyil. Asan deyil adamın birinə pis deyəsən, birinə yaxşı deyəsən, elə 2 vur 2 deyil. Adamdır qarşında dayanan, insan. İnsan nə qədər mürəkkəb bir varlıqdır, əzəmətli bir varlıqdır. Onun ruhunda bəzi nöqtələr var ki, onlarla insanı tanımaq olar. İnsan kimdir? İnsanı o vasitə ilə tanımaq olar. Onun da ən gözəli, ən yaxşı müayinə yolu, bir daha deyirəm, Allah vəlisinə münasibətdir. Gördün onların nuraniyyəti nərəydi, o quş saxlayanların. İmam Sadiq deyibsə baş üstə. Bax, bu baş üstəni demək, amma fəzilətli adama baş üstə demək. Bax, bu bir göstəricidir. Allah sənin qəlbini yaradıb və Allah öz dostlarını da yaradıb, imamları, peyğəmbəri, qəlbindən onların arasında bir uyğunluq yaradıb. Qəlbi xarab eləməsin, onları rahat qəbul eləyəcəksən. Sənə qarşı hamıdan mehriban olan bir varlığa hörmətsizliyin, üzr istəyirəm, bu sözlərdən istifadə eləməyə məcburam, fikrimi izah eləmək üçün. Bir adam anasına hörmətsizlik eləyə, deyərsən, bu nə adamdır? Bir adam təsəvvür edin ki, atası, anası ona qarşı mehribandır, ömrünü onun üçün qoyublar, sərf eləyiblər, bütün zəhmət çəkiblər də, yaxşı ata-ana olublar. Bu desin, mən nə ata tanıyıram, nə ana. Mən qəbul eləmirəm ata-anamı. Etinasız yanaşsın ona, sonra geçsin, ona kömək eləsin, buna ehsan eləsin, filan eləsin. İndi bu yaxşı adamdır. Bunun kim tanısa bunu deyər, bu yaxşı adam olsa onu böyüdüb boya başa çatdırana hörmət eləyər. Allah vəlisi, bilirsiniz nə deməkdir? Allah vəlisi Allahın rəhmətinin məzhəridir. Bütün anaların məhəbbətini bir yerə toplayasan, Allah vəlisinin məhəbbəti deyil. Bu adam onu qəbul eləmirsə, ona təkəbbür göstərirsə, bu artıq onu göstərir ki, ən böyük cinayətkardır bu. Bu ən böyük cinayətkardır. İmam Sadiq əleyhissalama bir nəfər deyir ki, sizin dostlarınızdan var. Dost deyəndə, yəni sizin vilayətinizi qəbul edənlər var, amma pis əməl sahibləridir. Mən deyib təəccüblənirəm. Sizin vilayətinizi qəbul eləməyənlər var, yaxşı əməl sahibləridir. Deyir, imam qəzəblə qəbul edir bu sözü. Deyir, bizim vilayətimizi qəbul eləyib, pis iş görənlərlə işin olmasın. Və zülm imamının imamətini qəbul eləyib, yaxşı iş görənlər isə dinsizdilər. Deyir, necə yəni? Deyir, elə. Ondan sonra Qurandan ayə oxuyur. Deyir, bəs Ayətül Kürsüdə oxumamısan. Allahu vəliyyüllezina amenu yuxricuhum minəz-zulumati ilən-nur. Allah möminlərin vəlisidir. Onları zülmətlərdən nura çıxardar. Bu əsas məsələni həll eləyib özü üçün. Bunun ruhunda lətiflik var, incəliyi var ki, bu Allah vəlisinə təkəbbür göstərməyib, eybi yoxdur, yanında günahları var. Allah onu zülmətdən nura çıxardar. Vəllezina kəfəru əvliyauhumut tağut. Amma tağuta beyyət eləyənin, onun imansızlığı, yəni əlləzinə kəfəru, onun imanı yoxdur. Onun imanı yoxdur. Yuxricunəhum minən-nuri ilə-zulumat. Tağut onları nurdan zülmətə aparar. Onların o yalancı əxlaqı var, nur kimi görünən. Ondan çıxardar, aparar qaranlığa və ulaikə əshabun nar hum fiha xalidun. Bu axırda tövbəyə gələr, o axırda azğın şəkildə dünyasını dəyişər.